her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hörmətli müəllimlər və vətən sevgisi ilə döyünən gənclər, bugün biz hər il qeyd etdiyimiz kimi 8 noyabr Azərbaycan Zəfər gününü qeyd edəcəyik. Bu, 2020-ci il vətən müharibəsində xalqımızın 30 illik işğalı son qoyaraq qazandığı tarixi qələbənin təntənəsidir. İndi isə bizim əsas vəzifəmiz şəhidlərimizi yad etmək və onların yaxınları ilə görüşməkdir. Səngərdədir, bunu erməni tank yandırıb 4-də. Tural özü budur. Şimdi bunun canlı videosu var, sizə göstərərəm ki, götürərsiniz. Bu da Səngərdədir, bu da Gürcüstana təlimə gedir. Oradadır, bu da Gürcüstandadır. Burada da mənim biraz qışqırdım ki, niyə gec gəlirsən biləm. Əlini salıb oynuyor ki, mamamla şəkil çəkdir. Prezident göndərib bizə bu şəkili. Hə, bu prezident göndərib. Onlar da məktəbdə Zəfər bayramına görə apardılar şeyə. Burada da bir də Turalın əmisi oğludur, bir də Turaldır. O 93-də şəhid olub Ağdam burunda gedən döyüşlərdə. Bu da Turalın bacısının yoldaşıdır, polkovnikdir. Bütün müharibələrdə iştirak elədi, gəldi evdə dünyasını dəyişdi. Qələbə sadəcə torpaq azadlığı deyil, xalqımızın əyilməz iradəsi, müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şəhidlərin qanı ilə yazılmış şərəf dastanıdır. Xüsusilə də Şuşa qələbəsi böyük qürur mənbəyidir. İndi isə bizim əsas vəzifəmiz onları tanımaq və əbədiləşdirməkdir. İndi isə sözü öz dəyərli fikirlərini bölüşmək üçün Əfsanə müəlliməyə verirəm. Buyurun Əfsanə müəllim. Əziz gənclər, bugün hər birimizin qəlbi zəfər qüruruyla döyünür. Qarabağın Azərbaycanı qayıdışı, Ali Baş Komandanın qətiyyətli mübarizəsi qəhrəman oğul və qızlarımızın şücaəti sayəsində mümkün oldu. Bugün biz qəhrəmanlarımızı yad edirik, həm də zəfərin qürurunu görürük. Əziz şagirdlər, unutmayın, sizin təhsiliniz, vətəni sevginiz, zəfərin əzəmətini yaşadan böyük bir silahdır. Qoy qələbənin ruhu daim bizimlə olsun. Allah şəhidlərimizə rəhmət eləsin.
Bu sütunlar 44 günün hekayəsidir. Bu sadəcə bir hərbi əməliyyat deyil, bir xalqın həsrətinin, inamının və qürurunun təcəssümüdür. Dalğalandı Qarabağda bu gün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun mübarizə, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocalda öldürülən hər can üçün hesab sordu. Baxın görün 30 ildə neçə oğul şəhid oldu. Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır. Deyin Polad Həşimova, Qarabağ artıq azaddır. Hər bir sütun hər gün isə bir qəhrəmanlıq dastanıdır. Biz geri çəkilmədik, dayanmadıq. Bizi illərlə qapalı qalan qapıların kilidini açan dəmir yumruq ruhu ilə irəli apardı. Günlər keçdikcə müharibənin şiddəti daha da artırdı. Bizim qəhrəmanlarımız Cəbrailin daşını, Füzulinin çölünü, Zəngilanın dağını canları bahasına azad edirdilər. O günlər atəşin, qanın, həm də sarsılmaz inamın günləri idi. Şəhidlərimizin qanı hər qarış torpağa möhürləndi. Onlar bu səfəri bizə əmanət qoydular. Qalxdı vətən oğlu haqqın səsinə, yazıldı tarixdə qızıl xətt ilə. Şuşa səslədi igid səsinə, qələbə bayrağı dalğalandı yerlə. Qanla, canla yazıldı bu dastan. Əsgər yeri cəsarət, iman, torpaq dedi artıq azadan mən, səngərdə ucaldı şəhid adı ünvan. Və nəhayət 44-cü gün, 44 günün mübarizəsi bir günün zirvəsində 8 noyabrda Şuşanın azadlığı ilə yekunlaşdı. Şuşa, Qarabağın tacı, mədəniyyətimizin beşiyi. Şuşa fəth edildi. Bu fəth ilə 30 illik işğala son qoyuldu. Tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı qalib xalqa çevrildi. Hər birimiz bu qələbəyə görə canını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə və bütün dünyaya Azərbaycan ordusunu gücünü göstərən müzəffər ordumuza borcluyuq. Bizim 44 günlük səfərimizin qəhrəmanlıq kitabı heç vaxt bağlanmayacaq. Bugün vətənimin ən qürurlu günüdür. Bugün igidliyin, azadlığın, şəhid qanının günüdür. Bugün azadlıq günüdür. Qalxdı vətən oğlu haqqın səsinə, yazılı tarixdə qızıl xəttlə. Şuşa səslədi igid səsinə, dalğalandı bayraq qələbə yerlə. O gün dağlar səssiz dayanmadı, Qarabağ səması şəhidlə boyandı. Torpaq fısıldadı, azadam mən, hər daş, hər çiçək vətənlə qandır. Əskər, yeri iman, ürəyi polad, addım-addım yazdı. O şanlar, şəhid qanı ilə sulandı torpaq, qələbə nəğməsi ilə göylərə qalxar. O gün anaların duası göyə yüksəldi. Oğul şəhid oldu, vətən dirçəldi. Hər evdə bir qürur, bir fəxarət, hər ürəkdə zəfər, azadlıq, cəsarət. İndi hər səhər bayraq yellənir. Qarabağ torpağı, gül, tək gülür. O torpaq bizimdir, əbədi dönməz. Zəfər tarixidir, sönməz, ölməz. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yaşasın qəhrəman Azərbaycan əskəri. Dalğalansın üçrəngli bayrağımız, Qarabağ, Azərbaycan. Dünyanın ən böyük sərvəti olan ömrünü qurban vermiş hər bir evladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Azərbaycan xalqı üçün hər bir əskərimiz dəyərlidir və əzizdir. Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm.